Aqil Həsən yazır, salam. İnsan harda, nə zaman və nə üçün qəzəblənə bilər? Qəzəblənməyin yerləri var da, yəni belə deyək, baxmaq lazımdır ki, hansı situasiyada gedir söhbət. Məsələn, evdə görürsən, məsələn, uşaq, misal mən bir yerdən söhbət edeyim də. Məsələn, evdə görürsən uşaq, hələ hey xoş ona sima göstərsən, o da üstünə qoyur. Yəni bu elə biraz mehribançılıq versən daha da üstünə gəlir. Orada ona lazım olsa bir obje simavı da göstərmək lazımdır, açıqlanmaq da lazımdır, qışqırmaq da lazımdır. Yeri çatanda da, yəni qəzəblənirəm, məni qəzəbləndirən nədir? Bəzi vaxtlar mənim acığım gəlir filan kəsdən, ona görə qəzəblənirəm. Biz münasibətlərdən söhbət gedir. Düz deyil. Bəzi vaxtlar isə yox, mən acığım gəlir deyənə qəzəblənməmişəm. Amma insan görürsən, bir dəfədən acığı yənəndə qəşəng ayələr də moizə də eləyir də. Birinci bunu özünə moizə eləyən lazımdır. Ya, Allah xatir danışmır, öz qəzəbindən danışır. Doğrudan da mənim o qəzəbimə istiqamət verən rəhmətimdir, yoxsa nifrətimdir? Bunu bir təhlil eləmək lazımdır. Hə, yeri çatanda dedimdə, məsələn, bir yerini dedimsə ki, orada qəzəblənmək lazımdır ki, qarşı tərəfin neyləsin, öz yerini bilsin, ya məsələn, başqa münasibətlərin qarşı tərəf öz həddini bilsin ki, sən məsələn, şəxsiyyəti sındırmasın, şəxsiyyət hörmətindən salmasın. Lazım olan yerlərdə qəzəblənmək olar.